Daxili boşluq ruhun darıxdığı, amma çıxış yolunu tapa bilmədiyin bir labirintdir. İnsanlar çox vaxt bu vəziyyəti özümü boşluqda hiss edirəm. Ürəyim heç nə istəmir. Hətta uğur qazanıram, amma mənə zövq vermir fikirləri ilə ifadə edirlər. Daxili boşluq səsləndiyi kimi içəridə heç nəyin olmamasından yox, əksinə çox şeyin olmasından, amma onların mənasız görünməsindən doğur. Bu çox paradoksal görünür. Yəni boşluq daxilin boşalmasından yox, dolmasından yaranır. Daxili boşluq insanın içindəki dərin, təyin edilməsi çətin, amma hiss edilməsi güclü olan bir çatışmazlıq hissidir. Bu hiss sanki içəridə nəyinsə əskik olduğu, amma onun nə olduğunu bilmədiyin boş bir sahə kimidir. Dolmamış, ifadə olunmamış, yaşanmamış hisslərin və mənaların yeridir. Boşluğu hiss edən insanın içi sanki bomboş bir kinoteatr kimidir. Film göstərilir, amma tamaşaçı yoxdur. Daxili boşluğun ilk əlaməti emosional aclıqdır. Bu aclıq fiziki deyil, psixolojidir və insanı daim nəyəsə yönləndirir. Yeməyə, gizlənməyə, alış-verişə və ya sənətlə məşğul olmağa. Hədəf yoxdur, amma hərəkət var. Bu məqsədsiz hərəkətin təzahürüdür. İnsan nə isə dəyişmək əldə etmək istəyir, ancaq içərisi çox qarışıqdır. Ora təmizlənmədikcə heç nə alınmayacaq. Daxili boşluğu indi yaşasanız da təməlləri kiçik yaşlarınızda atılır. Uşaq vaxtı emosional ehtiyacların ödənilməməsi əsas səbəblərdən. Valideyn sevgisi, qəbul olunma, dinlənilmə, güvən hissi yetərli olmayıbsa, uşaq nə isə çatmır hissinin müşayiəti ilə böyüyür. İçində olan duyğuları, fikirləri, arzuları ifadə edə bilmirsənsə, bu tədricən emosional tıxanıqlıq və mənasızlıq hissini yaradır. Cəmiyyətin, ailənin, başqalarının istədiyi kimi yaşayırsansa, amma mən kiməm sualına cavabın yoxdursa, daxili boşluq dərinləşir. Məqsədin yoxdursa və həyat sadəcə gündəlik vəzifələrdən ibarətdirsə və dəyərlərinlə uyğun deyilsə, ruhun həyatla bağını itirir. Daxili boşluğun səbəblərindən biri də aid olma və bağlanma ehtiyacının ödənilməməsi. İnsan hiss olunmaq, görülmək, anlaşılmaq istəyir. Əgər bu yoxdursa, boşluq yaranır. Bastırılmış ağrılar, yasını tutmadığın itkilər, sağaltmadığın yaralar yığılır və emosional vakuum yaradır. İnsan şuuraltına və ruhuna fərqində olmadan minlərlə fikir, qorxu, gözlənti və inanc yüklüyür. Bu yükləmələr əvvəllər ona enerji verirmiş kimi görünür. Daha çox qazan, hər kəs səni bəyənsin, əla görün, zəif olma, ən yaxşı ol, heç kəsə güvənmə. Ancaq zaman keçdikcə bu yüklər insanın həqiqi özünün səsini batırır və bir gün görürsən ki, hər şey var, ancaq özün yoxsan. Bu elə bir şeydir ki, hiss edirsən ki, nəsə çatmır, ancaq nə olduğunu anlaya bilmirsən. Səbəbsiz narahatlıq və sıxıntı hissi, böyük uğurlar qazansan da məmnunluğun olmaması, motivasiya əskikliyi və mənasızlıq hissi, tez-tez yorulma, canlılığın olmaması, insanlardan uzaqlaşma və ya həddindən artıq sosial olmaq daxili boşluğun əlamətləridir. Bəs bu vəziyyət nələrə səbəb olur? Əksər insanlarda asılılıqlar yaranır. Qumar, alkoqol, narkotik, emosional aludəçilik, internet və oyunlar boşluq hissini unutdurmağa xidmət edir. Münasibət asılılığı da bura daxildir. Boşluğu başqasının varlığı ilə doldurmaq ehtiyacı tez-tez toksik əlaqələrə yol açır. Bəziləri boşluğu əyləncə və alış-verişlə doldurmaq istəyir. Əlimdə nəsə olsun ki, içimdəki boşluğa baxmayın. Bəziləri başını işlə qatır və gündəlik fəaliyyətlə o qədər yüklənirlər ki, özlərinə zaman ayırma ehtiyacı hiss etməsinlər. Bu iş olmasa havalanaram deyirlər. Ya duyğulara qarşı həssaslıq, ya da hissizlik güclənir. Bəziləri daim ağlayır, bəziləri isə heç bir şey hiss etməməyə başlayır. Psixoloji müdafiə mexanizmləri işə düşür. Fantaziyalar, xəyal qurmaq və keçmişə qapanmaqla gerçək dünyadan qaçmağa çalışır ki, yaşamaq istəmədiyi duyğulardan yayına bilsin. Bəziləri isə daxili boşluğu maddiyyatla və ya diqqəti cəlb etməklə doldurmağa çalışır. Bunlar tamamilə yanlış yanaşmalardır. Çünki daxiliniz zaten dolu olduğu üçün bu vəziyyətdəsiniz. Əslində etməyiniz lazım olan içərini boşaltmağınızdır. Daxili boşluğu hiss etməyiniz yeni bir şəxsiyyətə çevrilməyə çağırışdır. Bunu bacaranların mükafatı fərqli bir həyatdır. Özünü hazır hiss edənlərə mən kömək etməyə hazıram. Keçmişinizin yükündən, ifadə olunmamış düşüncələrinizdən, qorxularınızdan, məhdudlaşdırıcı inançlarınızdan
inanclarınızdan azad olmalısınız ki, daxili boşluq olaraq hiss etdiyiniz o daxili doluluqdan azad olasınız. İnsan içindəki saxta kimlikləri, başqalarının gözləntilərini, keçmişin ağrılarını boşaltdıqda həqiqi özünə yer açılır. Daxili boşluq daxilində heç nə olmadığı üçün yox, daxilinin sənə aid olmayanlarla dolduğu üçün yaranır. Fikirləriniz çox maraqlıdır.